İndi sizə B1 səviyyəsinə uyğun tapşırıqlar verəcəyəm. Cavablarınızı şərh bölməsində istəsəniz yaza bilərsiniz. Gördüyünüz tapşırıq əsasən keçmiş sadə zaman, yəni past simple və present perfect, yəni indiki bitmiş zaman arasında fərqin anlaşılması üçün. İkinci tapşırıqda isə sizdən dostunuza keçmiş səyahətiniz haqqında məktub yazmağınızı istəyirəm. Siz hara getdiniz, orada nə etdiniz, ümumiyyətlə bu səyahətdən zövq aldınızmı? Səyahətə getməsəniz belə bunu təsvir edib yaza bilərsiniz, xəyal edib yaza bilərsiniz. Bu tapşırıqda isə sizdən gələcəyə aid planlarınız tələb olunur. Gələcəkdə nə etmək istəyirsiniz, bunu yaza bilərsiniz. Və yaxud da ki, şifahi öz-özünüzə bu suallara cavab verə bilərsiniz. Fərq etməz. İndi isə bir mətn görürsünüz. Mətn sizin oxuyub anlama bacarığınızı yoxlayır. Əgər mətni anladınızsa, onda mətn barəsində suallara cavab verin. İndi isə dinləmə bacarığının yoxlanılması zamanı. İndi siz qısa bir mətn dinləyəcəksiniz və mətn barəsində əgər dinləyib anladınızsa, mətn barəsində suallara düzgün cavab verin. Tom is from Canada. He lives in Toronto. He likes playing hockey and listening to music. Every weekend he meets his friends and they play hockey together.